4 manat metrəsi, amma türk variantının ha. Türk variantından Kitay variantının arada olan fərqini sizə izah edəcəm bu saat. İzləmədə qalın. Bax bunların hamısı, bax bu gözəlliklər 4 manat metrəsi. Bax məndəkilər Brilliant firmasının malıdır. Bax burada gələndə izah edəcəm, göstərəcəm. Deməli, bunun türk variantından Çin variantı nə cür fərqlənir? Bax diqqətlə qulaq asın. Bax bu görürsünüz, bu ayağında quruz var. Şunurka. Kitay variantında bu quruzun içi boş olur. Amma bax bura yaxınlaşanda, qoyun buradan açıb göstərə bilmirəm. Nəsə tikmişik buradan, göstərə bilmirəm. Bax əlinizdən də yoxlaya bilərsiniz. Əgər bu şunurkanın içi boşdursa, Çin variantıdır. Yox, içində dəmir, quruz varsa pərdəni çəkib aşağıda rahat saxlamağa, deməli bunlar türk variantıdır. Yəni təkcə türk məndə deyil, amma bazar doludur Çin variantından.